Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bugün iqtisadiyyatımızın aparıcı, təkan verici qüvvəsi qeyri-neft sektordur. Bu bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Mənim göstərişimlə artıq bir neçə ay Qarabağ və Şərqi Zəngəzurda böyük geoloji işləri aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm və hesab edirəm ki, yaxın bir neçə ay ərzində çox yaxşı xəbərlər bizə gələcək. Bizim çox zəngin təbii resurslarımız var. Qızıl, gümüş, mis yataqları, polimetal yataqlar, onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək və Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sir deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100%-ni bəlkə də daha çox təşkil edir. Bizdə isə bu cəmi 6%-dan bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən ilə artır və bu ildə əhəmiyyətli dərəcədə artıb və 80 milyard dolları ötüb və bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Yəni biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. 10 il bundan əvvəl bu kürsüdən eyni zamanda Azərbaycan dili haqqında mən danışmışdım. Öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət tam məni qane edir. Əlbəttə ki, səmimi olmaram.